Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Kokoslu kurabiyə hazırlayıram. Həm YouTube səhifəmdə, həm də TikTok səhifəmdə paylaşacağım inşallah. Deməli, 3 ədəd yumurta, bir armudu stəkan, şəkər tozu, bir o qədər duru yağ əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Bir paçka vanil və bir paçka da qabartma tozu əlavə edirəm. Qəşəng qarışdırıram. Burada da 2 xörək qaşığı kokos əlavə edirəm. Və un apardığı qədər əlavə edirəm. Ələ yapışmayan yumuşaq xəmir olur. Bu kurabiyəni bir dəfə də kurabiyə eləmişəm. Orada kokossuz sadə kurabiyədir. Ümumiyyətlə kim necə istəyir. Məsələn, elə olur ki, bir xəmir yoğurub 2-3 yerə ayırıram. Həm limonlu, həm portağallı, həm darçınlı. Yəni zövqə görə kim necə istəyirsə eləyə bilər də. Yəni mən elə olub ki, 2-3 cür bir xəmirdən hazırlamışam. Burada da kokoslu elədim bu dəfə. Belə ələ yapışmayan yumşaq xəmir alınır. Kənara da yenə kokos əlavə edib, belə kurabiyələri kündələyib, içinə atıram, belə içində hər tərəfli elə bir ki, kokosa bulayıram. Gördüyünüz kimi belə çalışıram ki, hər tərəfi kokos olsun. Və hazırdır kurabiyələrim. Çox yüngül, çox kövrək alınıbdır. Yəndə ağızda dağılan kövrək, o həm çox yüngüldür, həm yəni yağlı deyil, insanı vurmur, çox rahat. Həm hazırlanması rahatdır, həm dadı ləzzətlidir, həm tez başa gələn bir şirniyyatdır. Göz haqqınızı halal edin. Allah hər birinizin ruzusunu bol eləsin. Hər kəs istədiyi kimi ailəsinə, evladına bişirə bilsin inşallah. Səhifəmə, həm YouTube səhifəmə, həm TikTok səhifəmə dəstək olmağınızı xahiş edirəm. Allaha əmanət olun.